Quranın da şərhi var. Quranın gör nə qədər şərhi var. Təfsirləri var, düzdürmü? Bəli. Nə qədər təfsir var indiyə qədər? 100-dən çoxdur. Hansı təfsirini oxumusunuz? Ən azından bir 4-ünü, 5-ini Tam oxumuşam. olaraq İbn Kəsir oxumusunuz. məsələn. İbn Kəsir nə qədərdir? Neçə cilddir? Cildini bilmirəm, amma ən azından İbn Kəsir Nə qədərini oxumuşam. oxumusunuz? Başdan ayağa oxumusunuz? Yox, başdan ayağa oxumamışam. Bəli, ona görə gətirirəm ki, İbn Kəsir məsələn Amma yenə də təfsir çoxdur. 100-ə yaxın təfsir var. daha çoxdur. Məsələn, ilk təfsir, yazılan təfsir Muqatil bin Süleymanın təfsiridir. Necə yazılıb bilirsiniz? Yox. Bir dövlətin layihəsi olur, Muqatil bin Süleymana yazdırılır, pulu verilir və günümüzə qədər də dövlət mövqeyi olaraq, dövlət ideologiyası olaraq gəlir çıxır. Hə, nə istəyirlərsə onu yazdırırlar. Misal deyim sizə. Təfsir olaraq. Misal, bu Abbaslar dövründə yazılır. Bir ayə var orada. Qəssas surəsi normaldır səhv eləmirəmsə. Deyir ki, sən sevdiyinə hidayət verə bilmərsən, Allah istədiyinə hidayət verər. Tərcümə. Təfsir verirlər. Sevdiyi kim idi peyğəmbərin? Güya peyğəmbərin sevdiyi əmsi Əbu Talib idi. Nə qədər çalışsa da onu yola gətirə bilmədi. O hidayət olunmadan kafir kimi dünyadan köçdü. Amma Abbasilər, Abbasın adı ilə olan Haşim oğullarında hakimiyyətin ideoloqu, bünövrəsi sayılan Abbas deyir ki, Allah amma Abbasa hidayət verdi. Və sonra da siyar kitabları çıxır. Siyar kitabları da həmin dövrdə yazılır, yenə Abbaslar dövründə. Deyir ki, bəs siz bilmirsiniz, Abbas peyğəmbərin əmisi Məkkənin fəthindən sonra müsəlman olmadı. O əslində ilk gündən müsəlman olmuşdu. Məkkədə qalıb peyğəmbərə casusluqla məşğul olur. Bu ideologiyadır. Orada Əbu Talib bir kənara atılır. Buxaridə Əbu Talibin kafir olduğu bildirilir. Hətta cəhənnəmin ən yüngül yerində olduğu ilə bağlı hədislər güya uydurulur. Güya peyğəmbər deyib ki, onun ən yüngül yerdədir mənə elədiyi yaxşılıqlara görə. Ayağı yanacaq, beyni partlayacaq oradan hər dəfə. Güya bunu yumşaldırlar. Amma Abbas cənnətlikdir artıq, İslamı qəbul elədi. Hətta Abbaslar dövləti qurulur. Belə bir fikir formalaşdırır və o 7 əsr ərzində də 7 əsr nə deməkdir? Bizdə məsələn SSR dövründə olanlar indiyə qədər gəlib çıxır kitabları, indi dəyişdirdiyi əlifbanı və s. Amma o 7 əsr insanlara hopur, hər yerdə yayılır, çoxaldılır. Günümüzə qədər də gəlir çıxır. Biz indi baxdığımız zaman sən soruşacaqlar ki, sən Muqatil bin Süleymandan çox bilirsən. Dikəl cavab ver bunu. Deyirəm qardaş, qoyun bunu bir kənara. İbn Kəsir dediyinizdə 13-cü əsrdə yaşayıb. Peyğəmbərdən görün 6-cı, 7-ci əsrdə yaşayan peyğəmbərdən 6 əsr sonra yaşamış bir insana stat. Onda belə bir